Rasim Muradov adı bizə çox əziz və doğmadır. 2 ay öncəyə qədər Xaçmaz şəhər Zərifə Əliyeva adına məktəb liseyin direktoru vəzifəsində çalışan Rasim Muradov bizlərin yaddaşında peşəkar müəllim, dürüst və cəsarətli insan kimi canlanır. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Xaçmaz təhsilinə böyük zərbə endirilib. Rasim müəllim tutduğu vəzifədən azad edilib. Hər kəs tutduğu vəzifədən azad oluna bilər, amma işində ciddi nöqsanlar, rüşvət vəz kimi aşkar olunarsa. Rasim müəllim isə heç bir ciddi səbəb olmadan müqaviləsinə xitam verilib. Rasim müəllim 8 nömrəli məktəbə təyinat alanda rüşvət və tanışlıq vasitəsilə gəlməmişdi. Rasim müəllim öz savadı peşəkarlığı ilə direktor vəzifəsinə yüksəlib. Amma bugün təhsilə yaxından, uzaqdan əlaqəsi olmayan adamlar qərarlar qəbul edib təhsilimizi uçuruma aparırlar. Rasim müəllimi tanıyan insanlar onun necə vətənpərvər, dövlətimizə, millətimizə bağlı insan olduğunu çox yaxşı bilirlər. Öz səmimiyyəti ilə müəllim və şagird heyətinin sevgisini qazanmış, təyinat aldığı ildən məktəb daxilində nizam-intizam yaratmaqla yanaşı, təhsilin keyfiyyətini ön sıralara çəkmişdir. Rasim Muradovun vəzifəsindən azad olunması və müəllim kimi də fəaliyyətinə maneə törədilməsi kimə lazımdır? Rasim Muradov kimi peşəkar müəllimləri təhsildən uzaqlaşdırmaq Azərbaycan təhsilinə xəyanət deyilmi? Cənab Prezident İlham Əliyevin anasının adını daşıyan, regionda ön sıralarda yer alan məktəbin direktorunun vəzifəsindən azad olunması ciddi şəkildə araşdırılmalıdır. Yol verilən nöqsanlar aradan qaldırılmalıdır. Rasim müəllimin haqqı bərpa olunmalıdır. Əks halda ümumilli liderimiz Heydər Əliyevin ruhuna xəyanət etmiş olacaqsınız. Aydın Fətiyev, Başara TV, Xaçmaz.